Halal sertifikatı almaq çətin və dolaşıq bir proses kimi görünə bilər. Əslində isə elə deyil. Qida Təhlükəsizliyi İnstitutu bu prosesi sizin üçün aydın və əlçatan edən 4 mərhələyə bölüb. Gəlin sertifikatlaşmaya gedən yolu addım-addım nəzərdən keçirək. Müraciət və ilkin təhlil. Hər şey sizin rəsmi müraciətinizlə başlayır. İnstitutun rəsmi saytından ərizə formasını doldurub halal@afsi.gov.az ünvanına göndərirsiniz. Bu mərhələdə məhsullarınızın və müəssisənizin halal tələblərinə ilkin uyğunluğu, auditə hazırlıq səviyyəsi diqqətlə təhlil edilir. Qiymət təklifi və müqavilə. Sənədlərin ilkin təhlili müsbət olduqda sizə fəaliyyət sahənizə uyğun şəffaf qiymət təklifi və rəsmi müqavilə göndərilir. Bütün xərclər dəqiq müəyyən edilir. Öhdəliklər razılaşdırıldıqdan sonra növbəti ən kritik mərhələyə keçilir. Yerində qiymətləndirmə. Bu əsas mərhələdir. Ekspertlər müəssisənizə gəlir, burada həm İslami qaydalara, həm də qida təhlükəsizliyi idarəetmə sisteminin mövcud tələblərinə uyğunluq detallı şəkildə yoxlanılır. Qeyd edək ki, prosesin obyektivliyini təmin etmək üçün bütün nəticələr müstəqil sertifikatlaşma komitəsi tərəfindən nəzərdən keçirilir. Sertifikatın təqdim edilməsi. Qiymətləndirmə müsbət olduğu və bütün uyğunsuzluqlar aradan qaldırıldığı təqdirdə sertifikatlaşma komitəsinin rəyi əsasında sizə 3 il müddətinə etibarlı olan halal uyğunluq sertifikatı təqdim edilir. Bu 4 mərhələni tamamlayaraq məhsullarınızın həm halal, həm də qida təhlükəsizliyi baxımından uyğun olduğunu təsdiqləyə və onları həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı halal məhsul kimi təqdim etmə imkanına sahib ola bilərsiniz. Prosesə başlamaq üçün ilk addımı indi atın. Halal @ afsi.gov.az ünvanına yazın və ya 1300 çağrı mərkəzinə zəng edin.